Her zaman benim gözümün önünde onlar idi. Ne kadar əzab çəkdilər, ne kadar əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli 102 xəbər info və inform xəbər TV izləyiciləri. Ağcabədi rayonunun Hacıbədəli kəndindəyik. 44 günlük vətən müharibəsimizin şəhidi Abbasov Toğrul Bayramoğlu'nun evində. Dəyərli tamaşaçılarımız, qeyd etdiyim kimi Toğrul'un evindəyik. Şəhidimiz vətənə xidməti hərbini özü seçdi. Vətən sevgisi, vətən eşqi ürəyində olan hər bir oğul təbii ki, vətənin dar günündə döyüşlərə atılmağı özlərinə borc bildilər. Qeyd edim ki, Toğrul 44 günlük vətən müharibəmizin ilk şəhidlərindəndir. Onların başlamış olduğu bu şücaət yolunu geridə qalanlar, vətəni qoruyan oğullar davam etdi. Toğrul ailəlidir, körpəsinin üzünü görmədi və onun arzusu qız övladı olarsa onun adını Yağmur qoymaq idi və Toğrul vətənə Yağmur adlı qız övladını əmanət verdi. Toğrulun atası Bayram bəylə həmsöhbət olaq və Toğrulun keçmiş olduğu qısa və şanlı ömür yolundan sizi də agah edək. Xoş gördük mənim. Özünüzü təqdim edin, zəhmət olmasa. Abbasov Bayram Təvəkküloğlu. Azərbaycandan olmuşam. Toğrul təzə öyrənmişdi. Hərbi xidmətə getdi. Qaydandan sonra müxtəlif işlərdə işlədi. Sonra vətənin bu dar günündə özünə qəbul edilmədi. Getdi, hərbidən sonra maxır işləyirdi. Təzə işə vermişdi. Müharibə başladı. Və bildiyiniz kimi ilk Ağcabədi şəhəridir. Bütün şəhidlər kimi oldu. Vətənə öz anası seçdi. Ola bütün şəhidlərdir, rəhbərimiz. Anlayacaq ətə çox ağırdır. Həm ağırdır, həm Orada əlbəttə körpə üzünü görmədiyimiz yavrum nasıl qalır, zəhri yapmışlar. Vətən sağ olsun. Yine yağmur bir təsəllimizi tapırıq. Yaxşı yağmur var. Allah bütün şəhidlərimizi bir də rəhmət eləsin. Vətən sağ olsun. Allah'ın böyüküyle müşriki neçə illərdən bəri qalan əsərət toplandı, azad olundu. İndi rahat. Bütün mallarımız şirin, bizim işlərdə gedib rahat gəzirlər. Vətənimizi bu gözəl məkanın adına seyr edirlər və yağın düşməndən azad olunmaq torpağımız. Bütün şəhidlərin Allah rəhmət eləsin bir daha. Mənim üçün ağırdır, danışalım bəni. Ona görə də özür hesab edəyəm. Estağfurullah. Dəyərli tamaşaçılarımız, Toğrul anasını uzun illər öncə itirmişdi və hər zaman mən kişilərin gözündə yaş görəndə sanki bir ildırım çaxmış kimi oluram. Deyirlər, kişilər ağlamaz, amma elə deyil. Atalar ağlayır və bir ixtiyar yatan, axan göz yaşlarınıza halal edin bizə. Siz vətənə ləyaqətli, dəyərli bir oğul böyütdünüz. Bilirəm, anlayıram. Acılarınız böyükdür, amma onların başlamış olduğu bu şərəfli, şanlı zəfər tarixi Azərbaycan durduqca, Azərbaycan xalqı yaşadıqca xatirələrdə, yaddaşlarda, kitablarda bir sənnaməyə çevriləcək. Sağ olun ki, belə bir övlad vətənə nəsib etdiniz, böyütdünüz. Bir daha Allah rəhmət eləsin, Allah sizə səbir versin və yaxşı ki, Toğrulun yadigarı Yağmur balamız var. Özünüzün söylediğiniz gibi Yağmur balamız sizin artık bir
ümid yeriniz, bir sakitlik tapacağınız bir yerdir və Toğrulun yadigarıdır. Dəyərli tamaşaçılarımız, biz də Azərbaycan xalqı olaraq hər zaman şəhid ailələrinə diqqət və qayğımızı əsirgəməməliyik. Dövlət başçımız hər zaman şəhid və qazi ailələrinə böyük bir diqqət və qayğı göstərir. Biz də xalq olaraq şəhidlərimizin vətənə əmanət etdiklərinin qədrini bilməli, onları qorumalıyıq. Çünki ataların, anaların gözlərindən axan yaşı gördükcə insanın sinəsi parçalanır, insanın ürəyi dağlanır. Allah Taala bir də xalqımıza bu dağları yaşatmasın və bugün bir təsəllimiz var. Qələbə bizimlədir və bizim Azərbaycanımızın qeyrətli oğulları bu şanlı qələbəni bizə yaşatdılar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 102 Xəbər İnfo və İnform Xəbər TV-nin rəhbəri Azər Xudayaroğlu, müxbir Nəzakət Kamal qızı, operator Seymur Sahiboğlu, Ağcabədi.